Dərsliklər rəqəmsal formaya keçə bilər xəbəri bir neçə müddətdir ki, yayımlanır. Bu barədə Milli Məclisin üzvü Ceyhun Məmmədov çıxışında da bildirib. Onun sözlərinə görə belə olan halda kitablarda görülən səhvlər daha tez düzəldiləcək. Bu çıxışdan sonra isə məsələnin müzakirəsinə başlanıldı. Biz də studiyamızda bir neçə gün bundan öncə bu barədə danışmışdıq, amma elə sıradakı sujetdə bəzi önəmli detalları araşdırmışıq. Orta məktəb dərsliklərinin rəqəmsal formada hazırlanması planlaşdırılır. Bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında müzakirə aparılıb. Milli Məclisin üzvü Ceyhun Məmmədov bildirib ki, tədris materiallarının rəqəmsallaşması mövcud problemlərin daha rahat həll olunmasına səbəb olacaq. Əlavə olaraq deputat qeyd edib ki, bu materiallar rəqəmsallaşdırıldığı halda onlarda dəyişikliklər etmək və daha sürətli formada şagirdlərə təqdim etmək imkanı artır. Mütəxəssislərin fikrincə, məktəbli materiallarının rəqəmsal formaya keçidi yaxşı səslənsə də, bu özü ilə həm müsbət, həm də mənfi nüansları gətirir. Bu addım müəyyən işlər üçün operativlik baxımından müsbət mənada üstünlük gətirəcək. Texniki məqamlar da bu xüsusda önəm daşıyır. Yəni rəqəmsallaşma odur ki, yeniliklər, yeni materiallar artıq tez bir zamanda öz yerini tutur. Həmçinin səhvlər varsa onu tez düzəltmək olur. Amma çap məhsullarında isə bu olduqca gec başa gəlir, hətta bəzən bu illər alır. Rəqəmsallaşma həm də maddi olaraq əlavə üstünlük qazandırır. Yəni büdcədən əlavə vəsaitlərin xərclənməməsinə gətirib çıxarır. Çünki çap məhsulları belədir ki, müəyyən qədər tenderlər olunur, müəyyən qədər nəşrat seçilir. Mütəxəssislərin fikrincə, ümumi təhsil müəssisələri üçün hazırlanan dərsliklərin fiziki çəkisi olur. Rəqəmsallaşma prosesi isə onların daşınmasının yaratdığı çətinliklərin də qarşısını alacaq. Şagirdlərin məktəb dərslikləri kifayət qədər ağırdır. Çantalar daşımaq ağırdır. Bunların qarşısını almaq üçün bu kimi formadan istifadə etməyə üstünlük verəcəklər. Çox güman ki, bu olacaq. Daha qısaldılmış formada materiallar olur ki, onlar daha uzun-uzadı dərslər oxumurlar və qısa videolar şəklində, qısa təqdimatlar şəklində dərsi daha anlaşıqlı başa düşürlər və bu, belə deyək ki, animasiyalar formasında izah olunan müəyyən bir proseslər onların dərsini qavramasına, daha tez qavramasına səbəb olur. Müsbət məqamlarla yanaşı rəqəmsallaşma prosesində qeydə alınan çatışmazlıqlar da mövcuddur. Ekspertlərin bir hissəsi bildirirlər ki, kitabların klassik formada qalmağı daha yaxşıdır. Belə olan halda şagirdin fikri yalnız kitabda olur və dərsi daha rahat anlayır. Tədris psixologiyası, pedaqoji yanaşmaya görə klassik kitabların, dərsliklərin şagirdə ötürdüyü, onun gözləri vasitəsilə zehninə ötürdüyü informasiya tamam başqa formatda, tamam başqa keyfiyyətdə olur. Ona görə də kitabın, dərsliyin, hər hansı bir vəsaitin bəzən tamam başqa ab-havası, tamam başqa bir dəyəri olur. O da bildirilir ki, şagirdlərin uzun müddət belə rəqəmsal platformalardan istifadə etməyi özü ilə sağlamlıq problemlərini də gətirir. Məktəblinin uzun müddət rəqəmsal material oxuması onun görmə qabiliyyətinə təsir eləyə bilər. Nəticədə zehni olaraq yorulmasına gətirib çıxara bilər. Bundan əlavə, dərs vəsaitlərinin rəqəmsallaşması zamanı ölkə ərazisində internetində paylaşımı stabil olmalıdır ki, hər hansısa bir texniki problem ortaya çıxmasın. Şagirdin konkret olaraq ancaq rəqəmsal dərsdə köklənməsi və xüsusən də aşağı yaş siniflər üçün monitordan çox istifadə özünə müəyyən xəstəlik, müəyyən qədər psixoloji narahatlıq yarada bilər. Bunu da nəzərə almaq lazımdır. Kompleks şəkildə olmalıdır. Yəni müəyyən ərazilərdə rəqəmsallaşma olsun, digərlərində olmasın. Bu artıq imkanların bərabər və ədalətli şəkildə paylanması demək deyil. Yəni ümum respublikanı əhatə etməlidir. Məktəb dərsliklərinin rəqəmsallaşması prosesinin ölkəmizdə tətbiq olunmasının operativlik, ailə büdcəsinə qənaət kimi müsbət tərəfləri var. Ancaq texniki məsələlərdə yaranan bir sıra mövcud əngəllər və internetin sürətində, əlçatanlılığında yaşanan çətinliklər dərsliklərin rəqəmsallaşması prosesinin icrasının qarşısını alan məqamlardandır.